Hər vaxtınız xeyir, əziz izləyicilər. Bildiyiniz üzrə bu dərsin məqsədi müxtəlif formada, müxtəlif mövzulara aid olan məntiqi məsələlərin həlli üzərində olacaq. Bu məntiq məsələləri bəzi mövzular olacaq ki, 5-ci sinif dərsliyinə aid olacaq, bəziləri 6, 7 və s. Yəni məntiq məsələləri müxtəlifdir, bilirsiniz. Əslində bunlar sırf məntiq məsələləri də getmir, riyazi məntiq gedir. Yəni ikisinin qarışığı gedir. Məsələn, biz riyaziyyatda müxtəlif siniflərdə sürətə aid, katerə aid, faizə aid, yaşa aid, boru hovuz məsələləri və s. bunlara rast gəlirik. Bunları lisey hazırlıqlarında xüsusi olaraq bölmə şəklində keçirilir. Məsələn, xüsusi bir bölmə var, kater məsələləri mütləq şəkildə o liseyə hazırlıq mərhələsində keçirilir və imtahana düşür. Sadəcə məktəb dərsliyində biz bunlara bəzən rast gəlirik. KSG-lərdə qarşımıza çıxa bilər. Məsələn, tutaq ki, tənlik mövzusudursa, onun daxilində bu tipli məsələlər verilə bilər. Tənlik qurmaqla məsələ həllində və s. bir neçə deyək ki, periodda biz istifadə edə bilərik. Dərsimizin məqsədi şagirdlərdə hansısa xüsusi sinifə aid olan riyazi bilikləri deyil, müxtəlif siniflərdə məsələlərə necə yanaşmaq lazımdır, məntiqimizi necə işlədə bilərik, məsələni necə məntiqi şəkildə həll edə bilərik, bunun yollarını öyrədəcəyik. Sözsüz ki, bütün məsələlərin həllində yalnız məntiqi istifadə edərək tapmaq mümkün olmur. Elə məsələlər var ki, onları biz daha uyğun həll yolu tənlik qurmaqla həll edirik deyirik və bu dərslərdə ona da toxunacaq sözsüz ki. Yəni, müxtəlif məsələlər olacaq. Bir istiqamətli deyil, müxtəlif istiqamətdən yanaşaraq məsələləri necə həll edə bilərik, necə yanaşa bilərik, bunu öyrənəcəyik. Mən nümunə dərs olaraq bu dərsdə bir məsələnin üzərində sadəcə izahat verəcəm. Əgər videonu bəyənənlər olarsa, dərsə belə deyək, qoşulmaq istəyən olarsa, bu tip və buna uyğun, bundan fərqli olan, yəni müxtəlif tip məsələlərin məntiqi şəkildə həllini öyrənmək istəyən şagirdlərin hər biri dərsimizə qoşula bilər və dərsin keçirilməsi həftədə 3 dəfə baş tutacaq. Cədvəl hələ ki tam dəqiq deyil. May ayının sonlarına doğru cədvəl dəqiqləşəcək və link göndəriləcək. Həmin link üzərindən şagirdlər dərslərə qoşula biləcəklər. Və onu da xatırladım ki, dərslər bitəndən sonra video qeydlər hal-hazırda burada olduğu kimi video qeydlər olunacaq, dərs prosesinin video qeydi və onlar dərsdə iştirak edən şagirdlərə yönləndiriləcək. Həmin şagirdlər dərsi oradan təkrar olaraq izləyə bilərlər və bu qısa bir müddət ərzində olacaq. Daha sonra o video silinəcək, belə deyək. Hal-hazırda mən bir dənə sualın üzərində izahatımı vermək istəyirəm. Boru hovuz məsələsinə aiddir bu. Deməli, sualı sizin üçün oxuyuram. 2 nasos var. Birinci nasos şərtdə deyilir ki, hovuzu 4 saat ərzində doldurur. 4 saata doldurur. İkinci nasos dolu olan hovuzu 5 saata boşaldır. 5 saata boşaldır. Biz sinif olaraq bunu 6-cı sinif dərsliyində keçirik. Kəsirlər mövzusunda buna aid məsələlər işləyirik, ancaq geniş deyil. Yəni bir neçə məsələ dərslikdə verilir buna aid və əksər vaxt uşaqlar burada həll prosesində çətinlik çəkirlər. Sual belədir. Hər iki nasos eyni zamanda işləsə, hovuzun 20%, hamısını demir, 20% neçə saata dolar, bunu tapmalıyıq. Neçə saata dolar? Mən bunun məntiqi izahatını verirəm sizə. Deməli, bizdə hovuzun tutumu yoxdur. Yəni, hovuz neçə litr su tutur ümumilikdə bunu bilmirik. Amma özümüz xəyali bir ədəd götürə bilərik. Əgər 4 saata dolur, 5 saata boşalırsa, məsələn, biz tapsaq ki, hovuz 1 saata, hovuzun hansı hissəsi neçə litri dolur, elə bir ədəd götürməliyik ki, həmin ədəd həm 4-ə, həm də 5-ə bölünən ədəd olsun. Ki, tam bölünsün ki, biz 1 saata neçə litr dolur, bunu tapa bilək. 4-ə və 5-ə bölünən ən kiçik ədəd 20-dir. 20-ni həm 4-ə bölmək mümkündür, həm də 5-ə bölmək mümkündür. Deməli, biz özümüzdən belə bir ədəd əlavə edirik ki, hovuz 20 litr su tutur. İndi baxaq, birinci boru 4 saat ərzində bu hovuzu tam doldurur. Deməli, 1 saat işləsə, neçə litr su dolar? 20-ni bölürəm 4 yerə. 4 saat ərzində 20 litr tamamlanırsa, 1 saata 20-ni böldüm 4-ə 5 litr dolacaq.
Deməli, yalnız birinci boru işləsə, 1 saatdan sonra hovuzda 5 litr su olacaq. İkinci boru neyniyir? İkinci boru həmin bu 20 litrdən 5 saat ərzində boşaldır. Biz tapaq ki, 1 saata hovuzdan neçə litr su axacaq, boşalacaq. Yenə 20 litr su tuturdu. 5 saat ərzində onun işini tapmaq üçün, daha doğrusu 1 saat olan işini tapmaq üçün 20-ni 5-ə böldüm, elədi 4 litr. Deməli, mən nəyi müəyyən etdim? Birinci boru 1 saata 5 litr doldurur. Üstəgəl yazıram, yəni artırır oradakı suyu. İkinci boru isə 4 litri boşaldır, yəni azalır. İndi təsəvvür edək. 1 saat vaxt gedir. 1 saat ərzində 2 boru birlikdə işləyir. Birincisi 5 litr doldurur, digəri 4 litr boşaldır. Deməli, bu 4 litr boşaldırsa, bu 5 litrin içindən gedir. Yəni 5 litrdən mən 4 litr çıxıram ki, hovuzda nə qədər su qalacaq, bunu müəyyən edim. Deməli, 1 litr su qalır. 5 litr doldurmuşdu birincisi, ikincisi 4 litr boşaltdı. Deməli, nəticədə 1 litr su qaldı. Bu 1 litr su nə qədər müddətə qalıb orada? 1 saat ərzində. İndi bizdən nə soruşulur? Soruşulur ki, hovuzun 20% neçə saata dolar? Hovuz 20 litr su tuturdu. 20 litrin mənə lazımdır 20%-ni tapmaq. Bunu faiz mövzusundan bilirik ki, 20-nin 20%-ni tapmaq üçün 20-ni vururuq 20-yə, bölürük 100-ə. Bu bir qaydadır, bunu da təkrarlayarıq zamanında. Bu halda sıfırların birini buradan atıram, 2-ni 2-yə vurdum, elədi 4. Deməli, 20 litrin 20%-i edir 4 litr. Həmin bu 4 litr su, belə deyək, hovuzda 4 litr su var və 1 saat ərzində 1 litr dolur. Deməli, neçə saat ərzində hovuz dolacaq? 4 litri bölürəm 1 litrə. Nəticədə 4 saat alınmış olur. Deməli, 4 saat ərzində 1 litr əlavə etməklə 4 litr suyu doldurmaq mümkündür. Yəni, yekun cavab 4 saat olacaq.